Bir vaxtların çox məşhur naziri var idi. İndi mən açıqlama verəndə o müğənnilərin hamı biləcək ki, mən kimdən danışıram. Sizin hər birinizi bağa aparırdı. Həftədə bir dəfə, ayda bir dəfə. İndi deyəcəklər, Sarıxam, sən hardan bilirsən, sən orada olmuşsan. Xeyr, əzizim. Bakı balaca şəhərdir. Bakı balaca şəhərdir. Hamı hər şeyi danışır. Məhz həmin o insanların, o müğənni qadınların elə öz müğənni dostları danışır. Belə kişiləri də, qadınları da ki, onlar hara gedib, kimin yanında olub. Və bu nazir ayda bir dəfə, iki dəfə elə olurdu ki, ayda elə bir dəfə hər birimizi dəvət edirdi. Yəni, mən bilirəm ki, hər birimiz onun bağında olmuşsunuz. Mən üzr istəyirəm ifadəmə görə bir çoxunuzun bakirəliyini məhz həmin nazir neyniyib? Edib. Özünüz də bilirsiniz ki, kimdən danışıram. Bax, ad da çəkərəm. Gənclərə aidiyyəti yoxdur. Orta yaş olan 50, 55, 56, lap 60 yaş, 65 yaşında olan müğənnilər var ki, hər biriniz o nazirin bağında olmuşsunuz. Hər biriniz. İndi deyirəm ki, o nazir yoxdur bu dünyada. Dünyasını dəyişib. Allah ona cəza verir. Ailəsində, pul üstündə dava qırğınlar gedir. Məhkəmələrdədirlər. Məhkəmələrdədirlər. Ana çıxır məhkəmədən, oğlu girir, oğlu çıxır, qızı. Hamısı bir-birinə dəyib, vərəsəlik üstündə, pul üstündə, dövlət üstündə. Yenə də deyirəm, o nazir var ha. Bir çox müğənni qadınların, qızların o bakirəliyin nə edib də, dedim də sizə nə edib. Allah ona o dünyada cəza verir. Bax, belə insanlara cəza yaxşı, Allahımız var, verir. Yenə də deyirəm, müğənni xanımlar, bildiniz kimdən danışıram. Və Şəbnəm həkimim, həkim kosmetoloqum, canım mənim, gözüm mənim, gələcəm yanınıza. Əlaqə nömrəsi buradadır, həkim kosmetoloq, Şəbnəm doktor. Xahiş edirəm, müğənni xanımlar ilə sadə xanımlar da ona müraciət edə bilərsiniz. Sara Səfra Bahadırdan bu qədər. Həyatın da qədrini bilir, özünüzün də qədrini bilir və qarşınızdakı istər qadın olsun, istər kişi olsun, pulla alıb, hörmətdən salmayın. Axırı məhkəməyə qədər gedib çıxır.